Salam uşaqlar, bugün sizlərlə tarix dərsləri keçəcəyik. 1-4-cü mövzulardan testlər işləyəcəyik. Kitabımız bu vəsaitdəndir. Onda başlayaq. Keçirik bu variantına. Deyir ki, quru çayın yuyub gətirdiyi daşlardan mağarada yaşayan insanlar əmək alətləri hazırlayırdılar. Mağaradan tapılan daş əmək alətləri içərisində ən böyüklüyünün ağırlığı 4-5 kiloqrama çatırdı. Bu alətlərdən iri heyvanların ovlanması zamanı istifadə olunurdu. Deyir ki, yuxarıdakı abzasdakı məlumata əsasən alimlər hansı mənbəyə əsaslanaraq qədim insanların əmək fəaliyyəti haqqında danışmaq imkanı əldə ediblər? Burada cavab maddi olacaqdır. Yəni o maddi bir şeydir ki, yəni gözdə görünən kimi bir şeydir ki, çünki deyir əmək alətləri də, əmək alətləri də maddi mənbə sayılır. Ona görə burada cavabımız bu bəndə olacaqdır. Sonra keçirik 2-yə. Verilənlərin nəticəsidir. İnsanların uzaq məsafədən təhlükəsiz ov etmək imkanı əldə etdilər. Bu ox və kamana aiddir. Heyvanların əhliləşdirməsində də şərait yaratdı. Bu da ox və kamana aiddir. Ona görə də burada cavab C bəndə olur. Ox və kamanın ixtirasının. Sonra 3-də aşağıdakı dövlətlərdən hansı Azərbaycanla qonşu dövlət hesab olunmur deyir. Ermənistan bəli olur, İran olur, Türkiyə olur, Gürcüstan olur. Ancaq Fransa Avropa dövləti olduğu üçün bu olmur. Çünki bu kitabda xəritədə onların qonşu dövlətlərini vermişdi. Ancaq Fransa onların içində yoxdur, çünki Avropa dövləti idi o. Sonra fikirlərdən neçəsi daş dövrü və tunc dövrünə aid oxşarlıqdır deyir. İnsanların ox və kamanı ixtira etməsi daş dövrünə aiddir. İxtira edilməsi daş dövrünə aiddir. Ancaq yəni istifadə edilməsi hər ikisinə olardı. Amma ixtira edilməsi dediyi üçün burada daş dövrünü götürəcəyik və bu olmur. Sonra insanların bağçılıq və bostançılıqla məşğul olması isə tunc dövrünə aiddir. Bu da olmur. Lazım olan qidanın insanların özləri tərəfindən istehsal edilməsi, bəli, daş dövrünün ortalarında istehsal yarandı, və insanlar özləri əldə etməyə başlamışdılar. 3-ü götürürük. Daşdan əmək alətlərinin hazırlanması tunc dövründə daşdan əmək alətləri hazırlanmayıb deyə 4 də olmur. Əkinçiliyin insanların həyatında əsas məşğuliyyət sahələrindən biri olması, bəli, 5-i də götürürük. Daş dövrünün ortalarında əkinçilik yaranmışdı və bu əkinçilik də hər dövrdə olmuşdu. Buna görə 2 dənəsi bu bəndi. Qobustan qoruğuna aid deyil deyir. Qədim rəssamların qayalar üzərində cızdıqları təsvirlər o dövrdə yaşamış insanların həyatları, məşğuliyyətləri və bacarıqlar haqqında məlumat verirdi. Bəli, bu düzdür. Sonra qayalar üzərində diqqəti cəlb edən təsvirlərdən birdən müasir dövrdə də birlik və həmrəyliklərimizi hesab olunan yallı səhnələrdir. Bəli, bu da düzdür. Sonra C bəndində Qobustan sakinlərinin nadir kəşflərindən biri də yaşı 10 min ildən çox olan Qaval daş adlarından daş nağaradır. Bəli, bu da düzdür. 10 min ildən çox idi yaşı və Qaval daş nağara idi. Ot hissəsində günəş və əks olunmuş qayıq təsvirləri məşhur Norveç səyyahı Tur Heyerdalın marağına səbəb olmuşdu. Bəli, bunu da düz deyir. Tur Heyerdalın fikrincə qədim vikinglər Azərbaycana məhz Norveçdən köç etmişdilər. Bir dəqiqə. Burada cavab Y bəndə olur. Tur Heyerdalın fikrincə qədim vikinglər Azərbaycan məhz Norveçdən köç etmiş yox. Qədim vikinglər Norveçə məhz Azərbaycandan köç etmişlər olacaqdır. Ona görə burada cavab Y bəndi səhv fikir olur. Yəni bu onun Tur Heyerdalın fikri də Azərbaycanın çox qədim olduğunu sübut eləyir. Bunu demək istəyir daha doğrusu. Sonra sxemə uyğun düzgün cavabı müəyyən edin. Deyir, xışdan istifadə tunc dövründə, bəli.
Sonra insanların zümrüdlə məşğul olması, bəli, Tunc dövründədir. A variantında deyir ki, insanlar çakmaq daşı və dəvə gözü adlanan deyirsə, düzəltməyə başlamaları deyirsə daş dövrüdür. A çıxır, səhvdir. İndi bir dənə keçir o birisi səhifəyə. İndi burada deyir, insanlar heyvanların dərisindən geyim hazırlamaq üçün iynə və bez kimi alətlər başlamalar deyirsə, bu daş dövrüdür. Sonra yeni otlaqlara ehtiyacın böyük köçlərə səbəb olması, bəli, bu da yeni müharibələrin başlanması Tunc dövrünə aid. C-ni götürürük. D-də deyir, insanlar əkinçilik və maldarlıq məhsulunu qoruyub saxlaması üçün gildən qablar düzəltməyə başlaması. Daş dövrünün sonlarıdır deyə bunu da götürmürük. Heyvanların əhliləşdirməsinə başlaması, ox və kaman ixtirası ilə heyvanlar əhliləşdirir. Bu da Tunc dövrü, daş dövrünə aiddir. Buna da götürmürük. Cavab C bəndi olur. 7-də deyir ki, uyğunluq pozulmuşdur. Tur Heyerdahl alimlərimizlə birgə Salyandan cənubda Qobustan sakinlərini cəmləri hazırlıqda xüsusi qamış növünü tapmışdı. Burada Salyandan deyil idi, başqa bir dənə şəhərdən idi. Sonra B-də deyir, Füzuli rayonu ərazisində çalan təbəqli qədim yaşayış yerindən əzan və ən qədim, daha doğrusu B variantı, Füzuli rayonu yox, Ağdam rayonundan olacaqdır. Buna görə də burada cavab B bəndi olur. İlk insan məskənlərində olan Azıq mağarası Xocavənd rayonunda Quru sahilin sol sahilində. Bəli, bunu düz deyir. D bəndində 1930-cu illərdə Qobustan daş çarxanasında aparılan işlər zaman mağaralarda xeyli rəssamlar aşkarlanmışdı. Bəli, bu da düz deyir. Sonra Turheyerdahl Qobustan açıq səmasında muzey alanmış. Bəli, bu da düz deyir. Cavab Füzuli rayonu yox, Ağdam rayonu olacaqdır. Bu da səhvdir. 8-də Qobustan qoruğu xəritədə verilmiş hansı şəhərimizin daha yaxındır? 5. Bakı şəhərimizə. Cavab Y bəndi. 9. Xronoloji ardıcıllığı müəyyən edin. Ox və kaman ixtirası daş dövrünün ortaları, maldarlığın meydana gəlməsi daş dövrünün ortaları, ilk əmək alətlərinin hazırlanması daş dövrünün əvvəlləri. Ona görə burada cavabımız birinci 3. Sonra olacaq. Birinci ox və kaman ixtira olunub, sonra maldarlıq meydana gəlib. Ona görə cavab burada 1, sonra 2 olacaqdır. 3, 1, 2. Onda deyir, yeni yaranmış təsərrüfat sahələri. Deyir ki, daş dövründə hansılar yaranıbdır? Daş dövründə maldarlıq yaranıb. Sonra də əkinçilik yaranıbdır. Tunc dövrünə isə üzümçülük, bağçılıq və bostançılıq olacaqdır.